Sizə hədiyyələr deyirəm. Bilirsiniz nə gözəl hədiyyələr gəlib. Bir divan gəlib. Ay maşallah. Gəlsin görək. Qonaq otağınızın divan kresloları gəlibdir dostlar. Gəlsin görək. Gərək mən aboyları artıq onlara uyğun seçim. Gətirin dostlar. Mən, zəhmət olmasa. Deyirlər ağırdır. Qoy görək nə gətiriblər. Bu ağır taxtalı hədiyyəmiz gəlsin. Ay maşallah, divan deyirəm sizə. Ay, bunu biz qonaq otağına qoyacağıq. Dostlar, nə edək? Mənim ürəyim partlayar, bunu açacağım. Gəlin belə eləyək, sizə bir zəhmət. Bunu yerə qoyun, zəhmət olmasa. Ay, sağ olun. Dostlar, durun oradan. Ay, sağ olun. İndi o ikisini oradan götürün. Bundan sonra siz öz divanınızda oturarsınız. Evə də gedəndə apararıq evinizə. Nə olacaq ki? Mənə də lalə deyərlər. Bunu bu dəqiqə. Götür. Vəssalam. Ay, nə gözəldir. Can sağlığı ilə. Bəh. Bəli, götürək qoyaq ora. Bəh. Deyin görün mənə. Bunu kim göndəribdir bizə bu gözəlliyi? O hədiyyəni də onlar göndərib. Ay, çox gözəl. Onda dostlar, gəlin bunu qoyaq. Hədiyyənin ardı var, hələ deyir. Təkcə divan deyilmiş. Bunu gəlin qoyaq indi ora, uşaqlar bu divanlara öyrəşsinlər. Gəlin. Gəlin, Yasifdə. Evinizə gələndə gəlib bunda oturacam belə. Ay, necə gözəldir, necə rahatdır. Bəh. Necədir? Rahatdır, deyilmi? Təşəkkür edək mi alıb göndərənə? Təşəkkürlər. Təşəkkür ederim. Çox təşəkkür edirik. Allah sizdən təşəkkür etsin. Sağ ol səndə, amma davamı var. Qoy gəlsin, sonra birlikdə təşəkkür edək. Mən hədiyyəni kim göndərib onu demək istəyirəm. Ardınca digər hədiyyələrini də bura dəvət etmək istəyirəm. Deməli, inkişafa doğru imkansız ailələrə sosial yardım və hüquq maarifləndirmə ictimai birliyinin icraçı, deməli icraçı direktordur mu? Mənə dəqiq. İcraçı direktoru Cahangir Qasımov göndərib bütün bunları və birliyin üzvləri göndərib. Mən buradan fürsətdən istifadə edirəm. Cahangir bəyə sonsuz minnətdarlığımı bildirirəm. Özü də telefon xəttindədir. İndi onunla danışacağıq. Digər hədiyyəsi nədir? Sizə 2 ədəd kondisioner göndəribdir. Və istiniz də var artıq, soyuğunuz da var dostlar. Bütün havanı evdə tənzimləyə biləcək. Bir imiş, onun motoruymuş. Mən də 2 bildim. Eybiyo, nə olar? Adamın başı çıxmayanda belə olur. Həmişə hazır olub axı. Ay, sağ ol. Sevincindən. Bəli, bir daha demək istəyirəm. İnkişafa doğru imkansız ailələrə sosial yardım və hüquqi Tamam dostlar, tamam çatdırıram. Dəstək İctimai Birliyinin hədiyyəsi idi bu. Cahangir bəy özü telefon xəttindədir. O bizə zəng etmişdi. Mən çox yaxşı xatırlayıram və demişdi ki, mən özüm də 1000 manat dəyərində bu uşaqlara hədiyyə alacağım və bu nə ola bilər? Biz də bizə nə lazımdır dedik və o da aldı, göndərdi. Cahangir bəy. Xeyir olsun. Allah bütün işlərinizi rast gətirsin. Sözünüzün üstündə durdunuz. Təşəkkür edirik. Çox sağ olun. Biz təşəkkür edirik ki, belə savab xeyirxah əməllər həyata keçirirsiniz. Bir şeyə mən aydınlıq gətirmək istəyərdim, Lalə xanım. Bu tək olaraq fərdi şəkildə mənim iyanəm deyil. Bu bütün birliyimizin üzvlərinin toplaşaraq bir araya gələrək topladığı vəsaitdən alınan belə deyək hədiyyələrdir, divandır, kondisionerdir. Mən bütün birliyimizin rəhbərliyinə, bütün birliyimizin üzvlərinə fürsətdən istifadə edərək təşəkkürümü bildirirəm. Biz də sizinlə bərabər minnətdarıq və bu alqışları da onlara göndəririk. Çox sağ olun. Amma siz adınızın, İctimai Birliyin, o QHT-nin adının haqqını vermiş olursunuz. İmkansız ailələrə dəstək göstərirsiniz və ehtiyacı olan bu balalara dəstək göstərirsiniz. Buna görə biz sizə xüsusi minnətdarıq. Çox sağ olun, təşəkkür edirik. Sağ olun, var olun və uğurlarınız bol olsun. Daha neçə ailələrə kömək edib onların üzünü güldürə biləsiniz. Bunlar hamısı da təbii ki, sizin savab paylarınızdır. Təşəkkür edirəm. Əyləşin. Bəh. İndi bunlar deyəcək ki, ev düzəlsəydi, aparsaydılar, uzanıb yat, orada bir YouTube'a baxardıq. Televizorları da orada gözləyir, düz bundan üzbəüz olacaq, eləmi?